Özümüzə önəm verək, özümüzü kütlənin, milyonların, milyardların içində itmiş hesab eləməyək. Allah üçün çox önəmlisən, sən filan kəs, mən, hamımız. Qəlbinizdən müğayət olun, özünüzdən müğayət olun, ruhunuzdan müğayət olun, ruhunuzu ciddiyə alın, qəlbinizi ciddiyə alın, özümüzü ciddiyə alaq. Allah səni mühüm sayır. İnanın Allaha, buna inansaq çox şeylər düzələr. Sən bir dəfə onun həsrəti ilə ah çəksən, bəşəriyyətin tarixinə təsir göstərir sənin bu ahın. Bəyəm nə lazımdır? Ah çəkən sinələr lazımdır. Onun yoxluğunu hiss eləyib, ah çəkənlərin sayı artsa tali, bəşəriyyətin müqəddiratı mənim ah çəkməyimdən asılıdır. Bax elə bax, bu həqarətlə ki özün barədə danışırsan, buradadır problem. Öz halını, duyğularını, təfəkkürünü ciddiyə almırsan ki belədir. Hər biriniz oturmuşsunuz burada, bilin ki insanlığın taleyi sizdən asılıdır. Bax məndən asılıdır. Mənim hallarım, keçirdiyim hisslər, yanaşmalarım, duyğularım təsir göstərir, gələcəyə təsir göstərir. Bu qədər önəmliyəm. O insanlar ki, önəmsiz şeyləri önəmli sayır, onların içində mənəvi məsələlərə ciddi yanaşan adamların vəziyyəti belə. Qərib olurlar bu insanlar. Nə həddəcən qərib olurlar? Mən deyirəm qərib olurlar az sözdür. Cəmaat bu insanları öldürür. Çünki onlar kimi düşünmür. Onlar əhəmiyyət verdiyi şeylərə bu əhəmiyyət vermir. Axırda